Əvvəla hər birini salamlayıram. Mən Qaradağ rayon Qobustan qəsəbəsi 223 nömrə tam orta məktəbin 10 sinifində təhsil alıram. Adım Zeynəbdir. Bugün sizlərə Qarabağ xan Cavad xan haqqında məlumat verəcəm. Qacar nəslinin Azərbaycan xalqına bəxş etdiyi dövlət xadimlərindən biri Cavad xandır. Cavad xan Gəncə xanlığının banisi Şahverdi xan Ziyadoğlu'nun oğludur. Cavad xan 57 il ömür sürüb və Gəncə xanlığının son hökmdarı olub. Cavad xan Azərbaycan Ziyadoğlu nəsli olmaqla Azərbaycan dövləti əlinə sadiq qalıb və Azərbaycan torpaqlarının müdafiəsində geniş rol oynamışdır. Şahverdi xanın ölümündən sonra Gəncə xanlığı zəifləmişdir və qardaşlar arasında gedən müharibədən istifadə edən Qarabağ xanı İbrahim Xəlil xan və Kartli Kaxetya Sarı Gürcü Sarkin İdrakçılı Gəncə xanlığı üzərində hakimiyyət almışlar və nəticə olaraq Gəncə xanlığında iki hakimiyyət yaranmışdır. Burada Gürcü Sarı II İdrakçının məqsədi Rusiyanın himayəsi altında Gəncə xanlığının torpaqlarını öz himayəsi altında. Lakin onun bu məqsədini xəbər tutan İbrahim Xəlil xan manevr edərək Gəncə xanlığının Gürcü Sarına qarşı mübarizə. Nəticə olaraq Gürcülər Qarabağ xanlığından qovuldu və hakimiyyətə Ziyadoğlular nəsli gəldi. Cavad xan hakimiyyətə çıxdı. Cavad xan öz soykökünə döyüş çıxmadı. O, Məhəmməd Şah Qacarın Tiflisə yürüşündə Azərbaycan qərb torpaqlarına diniş verməyən, Şəmsəddir, Borçalı mahallarını işğal edən Kartli Kaxetya Sarı Gürcü Sarkin İdrakçılığını cəzalandırma uğrunda mübarizəyə başladı. O ilk növbədə bu dövrdə Ağa Məhəmməd Şah Qacarın Cənubi Qafqazın işğalı nəticəsində Gəncə xanlığı zəiflədi. Bu zəifləmədən sonra Qarabağ xanı İbrahim Xəlil xan diplomatik səhvə yol verdi. O Gürcü Sarı yaxınlaşdı və Cavad xan öz müdrikliyi, uzaqgörən siyasət nəticəsində onların bu fikirlərə razı gəlmədi və qan köçürülməsini istədiyi üçün onların irəli sürdüyü vədlərə razı oldu. O, Gürcüstanın gətirdiyi 400 nəfəri şəxsiyyəti və öz yaxınlarından birini girov verməklə, həmçinin illik Qarabağ xanı İbrahim Xəlil xana illik xərac ödəməklə onların bu vədlərinə razı gəldi. Yekaterinanın ölümündən sonra Cavad xanın əl-qolu açılmışdı. O, Gürcüstanın işğal etdiyi Azərbaycan torpaqlarının geri alması tələbini irəli sürdü. Həmçinin Gəncə xanlığında olan Gürcü qoşunları bu məsələyə heç bir müdaxilə edə bilmədilər. Pavel, Aleksandrın oğlu Pavel hakimiyyətə gəldikdən sonra Yekaterinanın oğlu Pavel Aleksandr tərəfindən öldürüldü və 1801-ci ildə verilmiş manifest ilə Gürcüstan tərkibinə Azərbaycan torpağı Rusiyaya birləşdirilməli, həmçinin Loru, Pəmbək, Şəmsəkli və Qazax mahalları da Rusiyaya birləşdirilməli idi.